Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Yenə də Mingəçevirdə, Kürün içərisində Elin Səsi verilişi evlərinizin qonağıdır. Bugün də çox dəyərli dostlar dəvət etmişik verilişimizə. Əminəm ki, doymayacaqsınız ifalardan, eyni zamanda söhbətlərdən. Hər zaman mavi ekranlardan baxırıq. Gözəlliklə səsinə məftun olduğumuz, heyran olduğumuz Azərbaycanın və Özbəkistanın xalq artisti, məsələ bizim hər birimizin sevimlisi Gülyana xanım Məmmədova bizimlə bərabərdir. Növbəti qonağımız isə Nəsibə xanım İsrafil qızıdır ki, 100-dən çox mahnının söz müəllifi və eyni zamanda bəstəkarı, 30-dan çox kitab müəllifidir, tərəqqi medallıdır. Öz şeirləri ən əxsus da onu qeyd etmək istəyirəm ki, vətənpərvərlik mövzusunda yazılan şeirlər dillər əzbərdir və bir çox ifaçılarımızın səsində, tembrində bu mahnılar gözəlliklə yayımlanmaqdadır. Və bu dəyərli dostlarla bir masa ətrafında gözəl söhbətə keçid alacağım. Ancaq söhbətə keçmədən öncə Gülyana xanımdan ilk ifanı alaq, sonra keçid alaq söhbət masasına. Bayrağım, dünyanı dolaşır üç renk bayrağım. Üstünde ay ulduz ruhum ayağım, üstünde ay ulduz ruhum ayağım. Hakikat düzlüktür senin dayağın, sinesi gülistan Azerbaycanım. Sana kurban can Azerbaycanım, sinesi gülistan Azerbaycanım. Sana kurban can Azerbaycanım. Ruhumda cansın, damarda kansan, ey ana vətən Azerbaycansan. Ruhumda cansan, damarda kansan, ey ana vətən Azerbaycansan. Ey ana vətən Azerbaycansan. Ocağım ana vətənim, müqəddəs ocağım ana vətənim. Daima borcluyuq sana vətənim, daima borcluyuq sana vətənim. Döyünən ürəksən cana vətənim, sinəsi gülistan Azərbaycanım. Sənə qurbandı can Azərbaycanım, sinəsi gülistan Azərbaycanım. Sənə qurbandı can Azərbaycanım. Ruhumda cansan, damarda qansan, ey ana vətən Azərbaycansan. Ruhumda cansan, damarda qansan, ey ana vətən Azərbaycansan. Ey ana vətən Azərbaycansan. Səni sevib oğlum qızın əzəldən yaranmısan. Düz ilqardan, düz əldən. Azərbaycanım, sənə qurbandı can Azərbaycanım. Sinəsi gülistan Azərbaycanım, sənə qurbandı can
Azərbaycanım. Ruhumda cansan, damarda qansan, ey ana vətən Azərbaycansan. Ruhumda cansan, damarda qansan, ey ana vətən Azərbaycansan. Doğma vətənin sponsorlarımız var ki, onlara təşəkkürümüzü bildirməliyik. Hava nə qədər soyuq olsa da bizi istidən qlimulu sobaları və peletləri var. Eyni zamanda Panorama Kür ailəvi istirahət məkanı ki, zövqün və istirahətin tək ünvanı. Eyni zamanda Həsənoğlu İnşaatdır ki, regional təmir tikinti bazasıdır ki, mənzilinizi rahatlıqla həvalə edə bilərsiniz. Güləna xanım, Nəsibə xanım, xoş gəlib səfalara gətirmişsiniz. Mən gəminin göyərtəsində artıq sizin haqqınızda məlumat tamaşaçılara çatdırdıq və istəyirəm sizi tamaşaçılarımı salamlayasınız. Buyurun. Buyurun Nəsibə xanım. Hər ikimiz də Nəsibə xanıma baxalım. Mən istəyirdim ki, Gülyana xanım salamlasın. Çünki bizim əzizimiz, dəyərlimiz Azərbaycanın, Özbəkistanın, Türk dünyasının sevilən sənətkarı, gözəl insan, gözəl ana, böyük ürəyə sahib qadın və bugün bizi o qədər xoşbəxt elədi. Siz inanın ki, biz Bakıdan gəldik, bilirsiniz, Kürün sahilinə, Kürün eşqi ilə gəldik, bu gözəlliyin eşqi ilə gəldik. Və bilmədik bu yolu necə gəldik. Gülyana xanım yol boyu oxudu, çal-çağır elədi, böyük bizə həvəs verdi, eşq verdi, sevgi ilə gəldik. Mən hər birinizi salamlayıram, televiziyanızı salamlayıram, televiziyanızın rəhbərini salamlayıram. Böyük sevgilərlə, sayğılarla və istəyirəm xalqım, millətim qarşısında Gülyana xanıma təşəkkür eləyim ki, o bizi qırmadı, dəvətimizi qəbul elədi və vaxtdan vaxt doğurlayıb bugün mübarək günü bizə yaşadır. Təşəkkür eləyirəm. Çox sağ olun. Bütün tamaşaçılarımızı salamlayıram və hər birinizə can sağlığı, könül xoşluğu arzulayıram. Can, var olasın. Gülyana xanım, Hay canım. buyur əzizim, canınız dərd görməsin. Əziz, hörmətli Zamiq bəy və bizi izləyən tamaşaçılarımız, bütün əməkdaşlar, operatorumuz, rejissor heyəti rəhbəri, hər kəsi mən də salamlayıram. Mənim əziz, dəyərli bacım, şairə bacım, qəlbi, ruhu gözəl, qələmi gözəl. Nəsibə xanımı qonaq olmaqdan məmnunam. Bu mənim üçün çox gözəldir, çox özəldir. Çünki Nəsibə xanımı sevirəm. Əslində ona təşəkkür eləyirəm ki, onun doğum gününə biz gəldik. Ki, mən də gəldim, sizləri görmüş oldum. Onun sayəsində həm Mingəçevirimizə, Dəhniyə bir addım yaxına gəldim. Bizim Fürsətdən istifadə edib, buradan sonra mütləq kəndə gedəcək. bizim hava haqqında məlumata baxanda bizim Dəhnənin havası Mingəçevirdən eynidir. Dağın o tayı odur, bu tayı odur. Ona görə Şəkidən çox buranın havasına baxırıq. Havası gözəl, özü gözəl. Və burada da bizim gözəl bacımız. Hər şey gözəldir, əhvalımız gözəldir. Çünki sizi bu qarşılamanız, bu münasibət, bu səmimiyyət, bu hörmət, bu dəyər bizim üçün heç bir şeylə əvəz oluna bilməz. Bir maraqlı məqama gəldik. Gülyana xanım, əslində bir başqa sual düşünürdüm, ünvanlayım. Ancaq bir halda ki, bu dostluq səmimi münasibətdən başladı. İş birliyiniz, bir-birinizə olan bu xətriniz, hörmətiniz, sevginiz harada, necə, nətərə qaynaqlanır? Nəsibə xanım, necə başladı? Nə gözəl. Aha, indi burada məqamda necə başladı? Birinci sizə onu deyim ki, ilk dəfə ürəyim, aşkım sözünü mənə can dildən deyən Gülyana xanım oldu. Biz telefonda danışdıq. Gülyana xanıma mən mahnı göndərdim ki, Gülyana xanım, baxın görün bu mahnı necədir. O da məndən soruşdu ki, bu mahnının sözləri sənindir, bildim, musiqisi kimindir. Dedim, baxın, bəyənsəz deyərəm. Gülyana xanım mahnının musiqisini də bəyənəndən sonra utana-utana dedim ki, bəs musiqisi də mənimdir. Amma ki, qorxurdum deyən musiqisi mənimdir. Yəni ilk tanışlığımız, dostluğumuz musiqidən başladı, telefonla başladı. Dostlara bildirmək istəyirəm ki, bugün Nəsibə xanımın doğum günüdür və doğum gününü öz ailəsi, dostları ilə deyil, bizim xahişimizi nəzərə alaraq eyni zamanda elə Gülyana xanımını götürdü. Əslində Nəsibə xanımı belə deyək, gəlməsək Gülyana xanım bugün bizim verilişimizdə olmayacaq da. Mən bura gətirirdim, oradan döndüm, qayıtdım. Mən dedim, yəni Nəsibə xanım bizə bir köməkdarlıq etdi əslində və təbii ki, bugün doğum gününü məhz Nəsibə xanım bizimlə bir bərabər gedir. Dostlar, bizim gül çələnglərimiz var idi.
xahiş edirəm, onu da gətirə bir özəl Nə olaraq gözəl, nə Ağçiçəyi gözəl. Mingəçevir filialından. Bilirsiniz, Kürün üzərində belə gözəl dostlarla mən sizə bir şey deyim, biz köhnə dostlarıq. İqbal müəllimi mən illərdir tanıyıram və mən sizdə bir dəfə də verilişdə də götürəcəm. olmuşam. Sizin verilişinizdə də nə gözəl çiçəklər, nə gözəl. Bax, bu sizin doğum gününüzə özəl Çox olaraq sağ olun, və təbii təşəkkür ki, edirəm. Gülyana xanımı da kələnksiz beyə bilmərik axı. Bu da Çiçəyimi sevirəm, çiçəklərini də, elə bütün əməkdaşları, rəhbəri də biz əziz, doğma əziz insanlar. Ağ çiçəyim, sizə xüsusi təşəkkür edirik. Ürəkdən, içdən, candan. bir əlaqə yaratdıq. Dedik ki, bu günləri Nəsibə xanım doğum günümüzlə bərabər Gülyana xanım da Nə gözəl. söylədi ki, baş üstə onlara gül, çələngi, çiçək Qoyun o tərəfə. qurbandır. Belə bir gözəl söz var. Deyir, ən incə zərif güldə təravətdir xanımlar. Dünyada sevib sevməyi öyrətdi xanımlar. Siz o qədər gözəl. gözəlsiniz ki, Nə o qədər gözəl. təravətlisiniz ki, bu günlərin milyardı milyonu sizin yanınızda heç nədir. Var olun, Mən var sizi olun. çox istəyirəm. Bir qədər Nəsibə xanımın yaradıcılığına baş vuracaq. Əslində titulları çoxdur. Mən hamısını sadalamaq istəmədim. Nə üçün söylədim? Birini deyirəm, biri yaddan Elə çıxar. mən də onun üçün bayaq saymadım ki, indi Saymadım ki, Nəsibə xanım Görürsən, günəş üzümüzə gülür. Bax, günəşi Kəsməyəcəm görürəm. qabağını, qoy vursun. Kəsmə. Həyat gözəldir. Yaşamağa dəyər, sevməyə, sevilməyə dəyər. Gülyana xanım bizim qonağımızdır. Gülyana xanımdan sonra, bax mən deyim siz eşidin. Azərbaycan Respublikasının əməkdar artisti əzizimiz Rəhilə Bəndəliyeva 7 mahnımı oxuyub. Gülyana xanımdan 15 mahnımız var. Azərbaycan Respublikasının əməkdar artisti bizim sevimlimiz Təranə Vəlizadə Mübarəkdir Zəfərin mahnısını oxudu və biz Yaşıl Teatrda əzizimiz bizim bəstəkar İmruzə xanımın yaradıcılıq gecəsi idi. Mübarəkdir Zəfərin mahnısı ilə Zəfər gününə bir açılış elədik. Təranə xanıma, Rəhilə xanıma təşəkkür eləyirəm. Bizim əzizimiz Firuzə xanım İbadova, Respublikanın əməkdar artisti. Gözəl mahnılarımı oxuyub, bilmirəm, əllərindən öpüm, ürəyindən öpüm Firuzə xanım. Mübarək bir yaradıcı insandır bizim tanınmış, sevimli müğənnimiz. Sonra bizim hamımızın sevimlisi Gülüstan Əliyeva. Mənim bir igidlər mahnımı oxuyub ki, yəni mən ona efirdə baxanda, səhnələrdə baxanda ürəyim dağa dönür. Yəni o qədər mən xoşhal oluram. Bunlar hamısı Gülyana xanımdan sonra olub. İndi bildiniz ki, xalq artistimiz də oxuyur. bəli, bizim əzizimiz Samir Cəfərov Turan Odası möhtəşəm bir mahnımızı oxudu. Getdim mən türk soy oxumağa. yaxşı tapmısınız bir-birinizi. Buyuraq ifadə təqdim edək.
Gülyana xanım, təşəkkür edirəm. Belə söylürlər də, bax, əldən öpmək olar, üzdən öpmək olar. Bir səsdən də öpmək olsaydı, bu daha yerinə Elə düşərdi. deyirsiniz, elə bir ki, mənim səsim. Can, həqiqətən də elə ifalar var ki, elə ifaçıda, sənətkarda dinləyirsən, görürsən ki, kaş bunu ifa etməzdi. Kaş bir başqa səsləndirərdi və yaxud da ki, bu söz mahnı olanda bu ifaçının, bu sənətçinin oxusaydı, inanın daha gözəl olardı. Amma Gülyana xanım üçün bunu demək olmur da, maşallah. Ya elə seçir oxuyur ki, bunu digər insanda görmək, xəyal etmək mümkünata çevrilir. Bilirsiniz nələr oldu? Mən sizə bir açıqlama verim. Zəfərimizin 5 illiyi münasibəti ilə Gülyana xanım Türksoy mahnısını Türkiyədə, Antalyada möhtəşəm bir sarayda ifa elədi və mən ona bircə səs göndərdim ki, mən sənin ürəyindən öpürəm. Elə bildim ki, ürəyindən öpürəm bir kəlmə söz onun bütün varlığını sardı və ona olan o sevgimi bildi. Bildi ki, nə deyirəm. Bəzən elə olur ki, söz deməyə ehtiyac olmur. Bir baxışla sözün aciz qaldığı yerlər olur və Gülyana xanım bütün Türk dünyasında oxuduğu möhtəşəm mahnılar var, ifalar var. Amma bu Türksoy mahnısı tamamilə fərqli bir şey oldu. Çox yerlərdən zənglər gəlib, indi özü. Həm də o yeri idi o tədbirdə. Mən elə zəfərimizə 3-4 gün qalmış telefon zəngi aldım. Əzizimiz, hörmətli Cavanşir müəllimdən, Feyziyevdən və eyni zamanda Elşad bəydən ki, bəs Gülyana xanım, sizin zamanınız varmı? Bizə müraciət ediblər ki, Türkiyədə ödülə layiq görülüb Gülyana xanım və zamanı varsa biz onu gözləyirik. Mən sevə-sevə getdim və mən gözləmirdim nə ödül, heç adını belə bilmirdim, hansı ödüldən söhbət. Əgər mən orada da həm dedi, Türk soyumuzla bağlı mahnı oxumusunuz, həm Çırpınırdın Qaradəniz, həm Türk dilli dövlətlərin mahnılarını sizi Türk dünyasının sanatçısı adlandıraraq kürəsəl başarılar ödülünə layiq görülmüsünüz. Məni çox sevindirdi. Əlbəttə ki, 650 nəfərlik beynəlxalq media forumunda belə bir ödülə layiq görülmək çox şərəfli idi. Orada bütün dünyadan jurnalist, media nümayəndələri, telejurnalistlər və orada mən səhnəyə çıxarkən bizim dövlət başçılarımızla ekranda çıxışından sonra böyük qürur hissi ilə, özü də hansı bir gündə, özəl, gözəl günümüzdə, qələbə günü, 8 noyabr günü mən bu ödülə layiq görüldüm. Bu mənim həyatımda unudulmaz günlərdən biridir ki, məhz elə bir şərəfli bir gündə, zəfərimizin, qələbəmizin 5 illiyini qeyd etdiyimiz bir gündə və təbii ki, bütün dünyaya başımızı dik tutub baxa bildiyimiz bir gün ki, onu biz sübut elədik dünyaya ki, biz haqlı olaraq, biz qəhrəmanıq, biz dövlətik, biz millətik, haqqımız olan əldə eləyə bilirik, güclüyük, qüdrətliyik, qüvvətliyik deyərək, məhz həmin gündə də mənim bu ödülə layiq görülməyim mənim üçün çox şərəfli idi və mən Nəsbə xanıma da təşəkkür edirəm ki, o səhnədən həm Əhməd Cavad, Üzeyir Hacıbəyoğlu Çırpınırdın Qaradənizi səsləndirdim və eyni zamanda Türksoy mahnımızı. Çünki o Türksoyun orada yeri vardı. Biz Türksoyumuzla elə o beynəlxalq forumda hər kəsə birliyimizdən söhbət açdıq ki, bu bizik. Siz hamınız bugünkü gündə Türkiyədə yığışmısınız, Antalyada, Alanyada və biz qürur hissi ilə, mən o səhnəyə çıxanda bəlkə də göylərdə uçurdum, amma mənim köməkçim Gülnar xanım gördüm, məni qucaqlayıb səhnədən enəndə ağlayır. Deyirəm, nə olub? Deyir, mən bilirsən nə qədər fərəh hissi duydum sənin adına, Azərbaycan adına, Azərbaycan musiqisi adına, dövlət başçılarımızı gördüm ekranda, o qədər onların çıxışından sonra bu təqdimat, yəni mənim üçün də şərəfli idi. Amma bu məqamda istəyirəm ki, inşallah Nəsbə xanımın gözəl bir şeir alaq. Deyir, şeir şairin ürəyinin çırpıntısı, amma oxucunun sakitləşməsi deməkdir. Ki, oxucu orada nəsə tapacaq özünə, bir aramlaşacaq, bir düşünəcək, bir onu xəyallar qoyunlatacaq. Mən əminəm ki, Nəsbə xanımda gözəl şeirlər var və vətənpərvər ruhda yazmaq özü bir ürək istəyir, özü də çox ürək istəyir. İnsan yaşaması yarada bilməz. Yaradırsa mütləq onu yaşamalıdır. Keçin alaq mı şeirinizi? Allah. Keçin. Üzümə toxunur payız küləyi, nəsə pıçıldayır qulaqlarıma, yığıb qucağına gülü, çiçəyi, nəğmə gətiribdi dodaqlarıma. Ah payız küləyi,
payız küləyi. Yatmışdım, elə bil qəfil oyatdın. Yenə dərdə salıb sevən ürəyi, ağlatdın gizlicə, günaha batdın. Nə gözəl gecədir, ulduzlar gülür. Bilmirəm bəxtimin ülkəri harda. Uzaqdan yanıqlı səs eşidilir. Bəlkə ürəyimin afəti orada. Payız küləyinin hökmünə bir bax. Könlümün külünü oda çevirdi. Mən onu sevmişdim neçə il qabaq. O da vurulmuşdu. O da sevirdi. İllərin sınağı bizi bezdirib, görüş yerimizi çən, duman alıb, fələk sevgimizə quyu qazdırıb, bəlkə eşqimizi quyuya salıb. Dərindən dərindir eşqin quyusu, düşdünsə inanma çıxa biləsən. Şəffaflıq rəmzidir bu dünyada su, gərək həm ağlaya, həm də güləsən. Ağlatdı, ancaq ki qoymadı güləm, qoymadı arzuya, istəyə çatam. Nə qoydu sevginin dadını biləm, nə də ki bir yolluk başımdan atam. İndi yada düşür o keçən günlər, göz yaşı süzülür yanaqlarıma. Kaş geri dönəydi vəfasız illər, dəyəydi dodağı dodaqlarıma. Azdıra biləydim çərxi fələyi, təzədən dünyaya gəlmək üçün mən. Bir daha görəydim kaş o mələyi, cənnət qucağında ölmək üçün mən. Qoruyun dostlarım, eşqi, çiçəyi, onlardır sevilən ruhun gərəyi. Yaz günü sevilib, sevən ürəyi, ağladır payızda, payız küləyi. Təşəkkür edirəm Nəsibə xanım. Var olasınız. Sizin ürəyinizdən öpürəm. Qələm nə qədər gözəl olursa olsun, bahalı olursa olsun, onu hansı əl tutur, hansı beyin düşünürsə bu önəmli, əhəmiyyət kəsb edir. Baxır nə yazır. Bəli, baxır nə yazırsam. Qısa fasiləyə keçid alacaq əziz dostlar. Qısa fasilənin ardından yenidən bərabərik. Yaxındır siz müştərilərin etimadını doğruldan Həsənoğlu Regional İnşaat Materialları mağazası bugün də sizə xidmət etməkdən məmnundur. Burada olan bütün məhsulları zaminsiz, arayışsız, rəsmi iş yeri olmadan 24 aya qədər rahat kredit şərtləri ilə də əldə edə bilərsiniz. Usta rahat, ev sahibi ondan da rahat. Hər gün yenilənən endirimlərdən siz də yararlana bilərsiniz. Həsənoğlu İnşaat. Bizimlə siz də fərqli olun. Sizə Greenblue şirkətinin istehsal etdiyi müasir, qənaətçi və ən əsası ekoloji təmiz sobalarını təqdim edirik. Greenblue sobalarını evlərdə, restoranlarda, iaşə obyektlərində, hətta belə açıq məkanlarda rahatlıqla istifadə edə bilərsiniz. Greenblue sobaları pelet yanacağı ilə işləyir. Greenblue şirkəti müasir texnologiya ilə milli istehsalın uğurlu sintezdir. Qısa fasilədən qayıtda yenidən salamlayıram hər birinizi. Nəsibə xanımın bugün doğum günü. Əslində gül çələngini verdim Nəsibə xanım. Sizə heç təbrik etmədim. Bir cümlə deyəcəm. Mən sizə qadın xoşbəxtliyi arzu edirəm. Təşəkkür Bundan ederim. gözəli məncə olmayacaq. Allah razı olsun. Və keçid alırıq yenidən
Nəsibə xanımın doğum günündə yoxum, nə ifa edəcəksiniz? Mən də təbrik eləyirəm bacıma, sağlıq, can sağlıq arzulayıram. Həyatda nə arzu muradı var ona çatsın. O bircə gözünün ağı qarası, bircə balasını hər zaman xoşbəxt görsün. Amin inşallah. Mən istəyirəm Nəsibə xanımın bir özəlliyi də var ki, deməli bir söz lazım olur da bizə. Xeyir işləmi, ümumiyyətlə bir doğmamız, əzizimiz üçün doğum günündəmi, gözəl özəl günündə həmən sino dəftərdir də. Deyirəm ki, bacı bir qardaşım balası var. Bəs onun məclisi olacaq. İstəyirəm bir BBC kimi ona Təbrik deyim. Hə, mənəvi qardaşımdır. Moskvada yaşayır, Şəmkir, Göyçəli. Onun balasının toyuna hazırlaşıram. Nə hədiyyə eləyə bilərəm? Mən musiqidən gözəl nə hədiyyəm ola bilər ki? Dedi, adını dinən nədir? İnci. İnci. İnci qızım. Qız da gözəl. Dedi, necə qızdır? Dedim, gözəl, göyçək, incə, həm incədir, həm incidir. Bir də gördüm, biraz köçdü söz gəldi. Musiqidə yazıldı Ruslan Səfəroğlu tərəfindən. Həmən də oxuduq, lentə aldıq. İndi ona görə də təşəkkür edirəm. Deyirəm, mən gedim oxuyum, oynamaq istəsəz gəlin. Mütləq. Belə şairədən mən də çəkməyəm. Və Gülyana xanım, anında sizin üçün nəsə hazırlayır. Repertuarımızda Sən Mirvarim, hər şey var da. Güldən incim, sevincim. Gözəl bir sözlər yazdıq. Hə. Buradan Sevinç balamızı da salamlayırıq, İnci balamızı salamlayırıq. Buyurun. İncim incim ay sevinincim ay mirvarim dürrüm incim 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 ay sevincim xoşbəxt olasan ay gözəl incim. Arzuların açsın çiçek, yarı güzel yarı göyçek, bezeh vurup inci düzek, saadetten libas biçek, bezek vurak inci düzek, saadetten libas biçek, ay çiçekten gülden incem, ay hayalım gül düşüncem, ay sevdiğim ay şirincem, incim incim ay sevincim, güzel kızım ay şirincem, incim incim ay sevincim, incim incim ay sevincim, ay mirvarim dürrüm incim, incim incim ay sevincim, xoşbəxt olasan ay gözəl incim. İlahi sen melek misin? Bir sehirli lelek misin? Diline nabat katmışsan, dodağında bal ekmişsen. Diline nabat katmışsan, dodağında bal ekmişsen. Ay çiçekten gülden incem, ay hayalım gül düşüncem, ay sevdiğim ay şirincem, incim incim ay sevincim, güzel kızım ay şirincem, incim incim
gözəl incim, incim incim, ay sevincim, ay mirvarim, dürrüm incim, incim incim, ay sevincim, xoşbəxt olasan, ay gözəl incim. Bir gözələ vurulmuşam. Nə deyim? Bilmirəm ki, nə çıxarım, nə geyim. Qəmzəsinə qalmayırdı tahiyim. Döndərib sinəmdə ala könlümü. Əsli külək, ipək rübən oynadı. Dözənmədi damarda, qan qaynadı. Göz amalı mübarək bir aynadır. Əks edib bağrına sala könlümü. Bu al yanaq məni məndən alıbdı. Hörükləri gərdənimə salıbdı. Baxışları min sevdaya dalıbdı. İstəyir ki, əsir ala könlümü. Yerişi, duruşu aldı canımı. Bir oda alova saldı canımı. O görə bilsəydi həyəcanımı, qoymazdı həsrətdə qala könlümü. Heyranam o hüsnə, əndama gözəl. Qeyibdən sürmələnib hənalı göz, əl. Ay mələk simalı, ilqarda düzəl. Salma sən hallardan hala könlümü. Quzu bəndamını tutun belindən. Əmbəri qoxuyum ipək telindən. Öpüm dodağından, öpüm dilindən. Bəlkə dilin sala bala könlümü. Ağ buxaqda qara xala qurbanam. Gül sinədə bir cüt bala qurbanam. Düşdüyün o haldan hala qurbanam. İnsaf et, könlünə cala könlümü. İnsaf et, könlünə Bravo. cala könlümü. Var olasın. Bu şeiri hardan tapırsınız siz? Mən tapıb götürdüm nəsə, xoşuma gəldi. Şeiri də dedi ha. nə Söylədim ki, qoy bir doğum günündə bunu səsləndirim. Bir qədər də vaxtım zamanım olsa əzbərləyəsiydim. Ümumiyyətlə gözəl. bir şairin şeiri ona məxsusdur. Heç kim inanmaz bu mənim şeirimdir. Çünki mənim ifhamda heç vaxt heç kim belə şeirlər eşitməyib. Mən ancaq demişəm ki, salam ayım, günəşim, odlar yurdum, atəşim. Zaman gülsün üzümə, cahana çatsın səsim. Bağları bəhərləyin, hər yanı çəpərləyin. Turana yol alırıq, atları yəhərləyin, atları yəhərləyin. Haçalanıb dillərim, bada gedib illərim. Nəğmə desin bir dildə, bütün Turan ellərim, bütün Turan ellərim. Təşəkkürlər Nəsibə xanım. Mən həmişə söyləyirəm ki, şeir o deyil ki, A, B, B, A, B, A, B olmasın. Bəli, Şeirdə bir bəli. tapıntı olmalıdır, bir gözəllik olmalıdır ki, həqiqətən də sənin söylədiyin şeir məsəl üçün dinləyicidə bir düşüncə yaratdı. Bəli. Ağlatsın, güldürsün, oynatsın, düşündürsün, Mən oldum xəyallar eşit. Və alsın. desin ki, gözüm gözlərinin sehrinə düşdü. Bilmədim bu eşqdir, yoxsa günahdır. Sevgimiz dillərdən dillərə düşdü. Çəkdiyim istirab bir də ki ahdır. Çəkdiyim istirab bir də ki ahdır. Məni də təbə gətirir, Gülyan xanım, birini də mən deyəcəm. Qar yağır, qönçələr bükülür deyə, ruhum bədənimdən sökülür deyə. Payızda yarpaqlar tökülür deyə, sənin həyatının qışına gəldim. Bilmirəm mən necə xoşuna gəldim. Bir qurtum su içib boğaz yaşlasan, bəlkə danışmağa başdan başlasan, de görüm sən indi neçə yaşdasan, mən sənin neçənci yaşına gəldim. Ay. Bilmirəm mən necə xoşuna gəldim. O ipək saçların dəyəndə yelə, Dedi abi. elə qısqanıram mən səni elə. Mən bəla deyiləm, desəm də belə, bəlkə bir bəlayın başına gəldim. Bilmirəm mən necə xoşuna gəldim. Mən səni bir ömür görməzdim bəlkə. Bir gün bir olarıq, bilməzdim bəlkə. Güləndə çağırsan, gəlməzdim bəlkə.
axan gözlərinin yaşına gəldim. Bilmirəm mən necə xoşuna gəldim. Yazaq bir güncünə bunu qismətin. Ürək yox demək çətindir, çətin. Sevgidə qismətin, öndə həsrətin. Doğrudan mən sənin xoşuna gəldim. Bilmirəm mən necə xoşuna gəldim. Ay. Doğrudan xoşuma gəldin. Ad günümə ən böyük hədiyyə oldu. Bu da mən öz şeirimdir. Üzr Elə istəyirəm. mənim də xoşuma gəldi. Sağımda siz, solumda ürəyimin ortası və bu gözəl şeir həqiqətən də çox ləzzət elədi. Ən Can, gözəl hədiyyələrdən biri Var oldu. olasın. Hələ o necə deyirlər, həngamə axşam deyə bu kürün balığından yeyəcəyik, bir gözəl istirahət edəcəyik. İnşallah, Çalışacağıq ki, inşallah. növbəti doğum gününüzdə yenə zəng vurasınız ki, gəlirəm, verilişə gəlirəm. Sizinlə daha gözəl edəcək. Siz elə bir tükümüzü yandırın, Məlik Məmməd demişdiniz. Mən özümü yetirəcəm. Biz Sınaq xanım, sevdik sizi də buranın can, var məkanı. olasın, qarşılıqlıdır həqiqətən də. Çox. Növbəti ifaya keçid olar. Növbəti ifaya Biz biraz keçək. düşündürdük, ağlatdıq, nə bilim, nə etdik Elə mən də bilmirəm. ağladacağım. Sənə aşiq olmuşdum, işıq kimi, nur kimi. Səndin nəğmələrimin sızlayan sarı simi, sızlayan sarı simi. Səninlə gül açardı qışın oğlan çağda, sevginlə bələyərdim dərəni də dağda, dərəni də dağda. Mən dilənçi deyiləm, səndən sevgi dilənəm, sədəqənlə dolanıb ümidinə bələnəm. Mən dilənçi deyiləm, səndən sevgi dilənəm, sədəqənlə dolanıb ümidinə bələnəm. Demə yuxu görürmüş mənim bu dəli könlüm, eşqdən çələn görürmüş min bir sevdalı könlüm, min bir sevdalı könlüm. Sənə ömrüm deyənə bir an vaxtın yoxuymuş, vaxta bir bəhanədir. Sənin könlün toxuymuş, sənin könlün toxuymuş. Mən dilənçi deyiləm, səndən sevgi dilənəm, sədəqənlə dolanıb ümidinə bələnəm. Mən dilənçi deyiləm, səndən sevgi dilənəm, sədəqənlə dolanıb ümidinə bələnəm. Mən dilənçi deyiləm, səndən sevgi dilənəm, sədəqənlə dolanıb ümidimə bələnəm. Mən dilənçi deyiləm. Mən buradan yeri gəlmişkən yoldaşımı salamlayıram. Bəli. Biz də salamlayırıq. Gözümün ağı qarası, illərlə yol gələn Məhəmməd balamı salamlayıram. İlk dəfədir efirdən ürəyimdən keçən bir cümləni ona demək istəyirəm ki, üzün ağ olsun. 2 lisey bitirdi, 2 universitet Nə bitirdi. gözəl. Ağıllı baladır. Yəni mən onun ağlı ilə, tərbiyəsi ilə, əxlaqı ilə qürur duyuram. Və həmişə də bütün analara belə gözəl, belə ağıllı, belə tərbiyəli övlad arzuluyuram. Bu arada Green Blue bax sobalarından gördün, və mən nə peleklərindən bizə hədiyyə. bir hədiyyəmiz də var. Adətən verilişə gələn hədiyyə gətirməlidir, amma biz hədiyyə veririk. Biz gətirmişik ürəyimizi, əzizlərimizdən sevgimizi. siz özünüz gəlmişsiniz ən böyük hədiyyə ilə mən siz özünüz Çox sağ olun. Gəldiyiniz üçün, bizimlə bir bərabər olduğunuz üçün, doğum gününüzü xüsusi olaraq bizimlə keçirdiyiniz üçün və Gülyana xanım da
uğurlayıb gətirdiyiniz Ay, üçün sağ ol. sizə təşəkkürümü bildirirəm. Bir Var daha. olasın Nəsbə xanım. Günənə xanım, əllərinizdən öpürəm, qəlbinizdən Çox öpürəm. sağ olun, əzizim, Var çox olasınız. sağ Elə olun. bir bərabər həqiqətdə bir gözəllik yaratmağı bacardıq. Qarşıdan gələn yeni il Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığı, bol-bol ruzi bərəkət, gözəl günlər, ailə xoşbəxtliyi arzulayıram. Amin. Təşəkkür amin. ederiz. Buyurun. Mən də bugün ruhum dincəldi sizinlə, bu gülər üzünüzlə, bu dəvətlə çox özümü xoşbəxt hiss elədim. Kürümüzdə belə bir günü yaşadıq, unudulmaz bir gün yaşadıq və siz də Nəsbə xanım da sağ olun ki, mənə uğurladınız, gətirdiniz. Yoxsa elə büyün sabah deyə qalacaqdım. Amma çox xoş oldu. Düşünürəm ki, bundan sonra yenə gələcəyi sevdik sizləri. Bütün heyətə təşəkkürümü bildirəm Nəsbə xanıma. Bir daha təbriklərimi diləyirəm. Ad günü mübarək olsun. Növbəti həftə növbəti özəl qonaqlarımla yenidən qarşınızda olacağam. Elin sesi yayılır dünyaya, Kür çayı danışır, sakit axa axa min gece bir səslənir, qəlbimizdə var hava. Elin səsi, elin səsi, hər dalğada bir hekayə kəsir. Elin səsi, elin səsi, ürəklərə toxunan əfsanəsi. Kür çayının nəğməsi ruhu çağırır, sözlərimiz dalğalanır. Elin səsi,